Qazaxıstan Azərbaycandan ayı 92 markalı 3000 tondan artıq benzin alınmasına dair müqavilə bağlayıb. Bu barədə Trend Agentliyi Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər yayıb. Şirkət Azərbaycan yanacağını Rusiya ərazisi ilə tədarük edəcək. Məlumata görə neft məhsullarının dəyəri tam ödənilib. Qazaxıstanın Azərbaycandan neft məhsulları alması bir müddətdir müzakirə olunurdu, amma Dövlət Neft Şirkətinin prezidenti Rövnaq Abdullayev demişdi ki, söhbət benzindən yox, dizel, sürtki yağı kimi digər məhsullardan gedir. Çünki Azərbaycan özünün benzinə olan tələbatını zorla ödəyir. Şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev isə məsələni şərh edərkən daxili bazarda heç bir problem olmayacağına əmin edib. Bu bir ticari bir əməliyyatdır. Hesab edirəm ki, onun Azərbaycanın öz daxili bazarı ilə bağlamaq doğru olmaz. Ona görə ki, bu bir ticari əməliyyat əgər əlverişlidirsə də, biz bilirsiniz ki, eyni zamanda Azərbaycanın daxili bazarının tələbatını ödəmək üçün bəzi miqdarda deməli, neft məhsullarının idxalını həyata keçirmişik və o idxal həcmlərini artırmaqla onun digər Qazaxıstan bazarına da ötürmək olar.